Məsəl üçün Müddəssir surəsi 50 və 51-ci ayədir. İnanmayanlara bilavasitə eşşəkdir. Son zamanlar ateistliyi ilə ortada olan Çevik adlı şəxs mübarək Quran-ı Kərimdəki həmin bu misalı tənqid etməyə cəhd edərək deyir. Və mənə durduq yerə niyə eşşək olduğumu merak edirəm. Hər zaman da merak etmişəm. Ulu babasının meymun olduğunu qəbul edən üçün nə fərqi var ki, eşşəyə oxşadı və ya meymuna oxşadı? Həmçinin Seyid Əzim Şirvani də öz şeirlərinin birində belə deyir. Baş çapmağa, ox taxmağa etdiz əbəs adət. Nə fərzdir bu əmr, nə sünnət köpək oğlu. Gəlin sözü gedən bu mübarək ayələrin əvvəlinə baxaq. Bismillahirrahmanirrahim. Uca Allah aləmlərə rəhmət olaraq göndərdiyi müqəddəs Quran-ı Kərimdə insana dəyər verməsi haqda belə buyurur. وَلَقَدْ كَرَّمْنَا بَنِي آدَمَ وَحَمَلْنَاهُمْ فِي الْبَرِّ وَالْبَحْرِ وَرَزَقْنَاهُمْ مِنَ الطَّيِّبَاتِ وَفَضَّلْنَاهُمْ عَلَى كَثِيرٍ مِّمَّنْ خَلَقْنَا تَفْضِيلًا. Şübhəsiz Adəm oğullarını şərəfləndirdik və ya hörmətli etdik. Onları müxtəlif minik vasitələri ilə quruda və dənizdə daşıdıq. Onlara təmiz və gözəl ruzilər verdik. Onları yaratdıqlarımızın bir çoxundan üstün etdik. Bu ayəyə nəzər salsaq, bir çox hikmətlər görmüş olarıq. Amma mən yalnız birinə toxunmaq istəyirəm. Uca Allah buyurur ki, onları müxtəlif minik vasitələri ilə quruda və dənizdə daşıdıq. Həqiqətən də çevrəmizə nəzər salsaq, yer üzündəki canlıların içində əsasən yalnız insanın istər quruda, istərsə də suda canlı və özünün düzəltdiyi minikdən istifadə etdiyini görərik. Uca Allah digər ayədə buyurur ki, لَقَدْ خَلَقْنَا الْإِنسَانَ فِي أَحْسَنِ تَقْوِيمٍ. Həqiqətən biz insanı ən gözəl surətdə yaratdıq. İnsanın ağıllı, üz surəti, bədən quruluşu, insanın əlinin yer üzünün bütün canlılarının əlindən daha əlverişli və çevik olması işarədir ki, Uca Allah insanı yer üzünün məxluqlarından üstün yaradıb və özü də boş-boşuna deyil, məqsədli şəkildə yaradıb. Quran-ı Kərimdə Uca Allah insana bu cür dəyər verir. Amma Bibliyada bunun əksini görürük. Belə ki, Bibliyada deyilir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. İslam insanı üzündən vurmağı, insanın və hətta heyvanın üzünə dağ basmağı qəti qadağan etmişdir. Səhabə Cabir ibn Abdullah deyir ki, Nəhə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm anil darbi fil vəcih və anil vasmi fil vəcih. Allah Rəsulu sallallahu aleyhi və aleyhi və səlləm üzə vurmağı və üzə dağ basmağı qadağan etdi. Təəssüflər olsun ki, insan hüquqlarını qorumağa çağıran dünya insanla insanı bir-birinə dalaşdırır və insanlar da bir-birlərini qana boyayırlar. Heyvanla heyvanı dalaşdırır, heyvanla insanı dalaşdırırlar. Amma bizim dinimiz əlbəttə ki, bütün bu əməlləri qadağan edir. Allah Teala insanı yaratdıqlarının bir çoxundan üstün etdiyini deməsi ilə yanaşı, bəzi insanların əməllərini, bəzi heyvanların əməllərinə bənzədərək bizə ibrətli misallar çəkir. Son zamanlar ateistliyi ilə ortada olan Çevik adlı şəxs mübarək Quran-ı Kərimdəki həmin bu misalı tənqid etməyə cəhd edərək deyir. Məsəl üçün Müddəssir surəsi 50 və 51-ci ayədir. İnanmayanlara bilavasitə eşşəkdir. Ağlı başında hər bir insanda bunu maraqlanmalıdır. Niyə mənə eşşək olmadı? Niyə mənə eşşək deyir? Və mənə durduq yerə niyə eşşək olduğumu merak edirəm. Hər zaman da merak etmişəm. Gəlin sözü gedən bu mübarək ayələrin əvvəlinə baxaq. Belə ki, Uca Allah Quran-ı Kərimdə buyurur, Kullu nəfsin bimə kəsəbət rahinə. Hər kəs öz əməlinin girovudur. Yəni, hərə öz əməlinin əvəzini alacaqdır. İllə ashabəl yəmin. Sağ tərəf sahibləri bundan istisnadır. Fi cənnəti yətəsəəlun. Onlar cənnət bağlarında soruşacaqlar. Anil mücrimin. Günahkarlar və ya cinayətkarlar barəsində. Mə sələkəkum fi səqar. Sizi səqərə, yəni cəhənnəmə salan nə idi? Qalu ləm nəku minəl musallin. Onlar deyəcəklər, biz namaz qılanlardan deyildik. Və ləm nəku nut'imul miskin. Yoxsulu yedirtməzdik. Xəsislik edib zəkat verməzdik və s. Və kunnə nəxudu mə'al xaidin. Batilə dalanlarla birlikdə biz də dalardıq. Və kunnə nükəzzibu biyevmiddin. Haqq hesab gününü yalan sayardıq. Həttə ətənəl yəqin. Ölüm bizi haqlayana qədər bu vəziyyətdə qaldıq. Fəmə tənfəuhum şəfaətuş şəfiin. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz. Fəmə ləhum anid təzkiratu mu'ridin. Onlara nə olub ki, öyüd nəsihətdən üz çevirirlər, qaçırlar. Kəənnəhum humurun mustənfirah. Onlar sanki vəhşi eşşəklərdir. Fərrat min qasvara. O eşşəklər ki,
aslandan hürküb qaçarlar. Uca Allah cinayətkarları bu cinayət içində hansı çirkin əməllər gizlənir, özünüz təsəvvür edin. Allaha ibadət etməyib, ancaq heyvan kimi həyatı yeyib içmək, yatmaq bilənləri, varlı olub öz malından kasıblara verməyənləri, axirətə inanmayanları, yalnız boş və batil işlərlə məşğul olub, həyatlarını bu minvalla başa vuranları və sonda da aqibətləri cəhənnəm olanları, hər iki dünyada fayda verən, öyüd nəsihətdən qaçdıqları üçün, ibrət almadıqları üçün, ov edən aslandan ürküb qaçan ulağa bənzədir. Yuxarıda deyilən insanların mənfi sifətlərə malik olub, hər cürə çirkin işlərlə məşğul olub, öyüd nəsihətdən qaçmalarını həqiqətən də ov edilməsindən qorxan eşşəyin qaçmasına bənzədilməsi ağıllı hər kəs tərəfindən məqbul olan bir bənzətmədir. Deməli, bu ayədə Uca Allah insanın özünü ulağa bənzətmir. Bu sifətə malik olanın özünə fayda verəcək öyüd nəsihətdən qaçmasını ulağın ov edəndən qaçmasına bənzədir. Məsələn, bizim dilimizdə bəziləri deyir ki, it kimi yorulmuşam və ya eşşək kimi işləmişəm. Bu oxşatma və bənzətmədə insan özünü itə, eşşəyə deyil, oxşatma nöqtəsi olan ağır yorulmağını, itin yorulmağına, çox işləməyini isə eşşəyin çox işləməyinə bənzədir. Bəzən oxşarlığı daha çox artırmaq üçün oxşarlıq və bənzətmə məqsədi ilə işlədilən tək, kimi, elə bil qoşmaları silinir və filan insan aslandır, yəni aslan kimidir, çox şücaətlidir deyilir. Hətta bizim dahi mütəfəkkirlərimiz də qədimdən bəri bəzi hiləgər, qanmaz və cahil insanları hiləgərlikdə, qanmazlıqda, cahillikdə və nəfsinə uymasında heyvanın özünə oxşadıblar. Məsələn, Nizami Gəncəvi hiləgər, dələduzları tülkiyə bənzədərək deyir: Əluzunluq etmə, sən ki pişik deyilsən, qoşulma dələduz tək dələyə, tülkiyəsən. Həmçinin Seyyid-Əzim Şirvani də öz şeirlərinin birində belə deyir: Baş çapmağa, ox taxmağa etdiz əbəs adət, nə fərzdir bu əmr, nə sünnət köpək oğlu. Boynunda kəfən, əldə qılınc, baş çapırsız, görsün məni ta bir neçə övrət köpək oğlu. Seyyid Cühəla fövcünə bu sözləri yazdı, ta eyləyəsiz haldən ibrət köpək oğlu. Son olaraq onu deyim ki, ulu babasının meymun olduğunu qəbul edən üçün nə fərqi var ki, eşşəyə oxşadı və ya meymuna oxşadı. Əksinə, eşşək meymundan daha gözəl, daha faydalı, daha öz yerini bilən, özünü ağır aparan və səbrində insanlara örnək olacaq bir hörmətli heyvandır. Hələlik bu qədər, Uca Allaha əmanət qalın.